Sənaye mühəndisliyi oxuyursan və özünü hələ də etmiş hesab edirsən, elə isə danışacaqlarımı dinləsən yaxşı olur. Sənaye mühəndisliyi sahədə nə istehsal olunur sualına yalnızca cavablanmır. Sən sahədə nə qədər tez, ucuz və keyfiyyətli iş görülə bilər, bu sualın cavablarını tapırsan. Kitabda olanlar sahə ilə tərs mütənasibdir. Bu baxımdan məzun olmağı gözləmə. Bir sahə tap və o sahəyə özünü adaptasiya eləməyə çalış. Biraz bilikdən, biraz sahə biliyindən birləşdirərək sahədə yeniliklər qatmağa çalış. Excel, Power BI, Python, AutoCAD, cürəbəcür sənaye mühəndisləri proqramlar öyrənir. Bunları sadəcə adları olaraq bilmə. Hər hansı bir layihədə tətbiq et və daha dərindən öyrənməyə çalış. Unutma, sən bu ixtisası kimsə olmaq üçün oxumursan. Sən bu ixtisası sistemi dəyişmək üçün oxuyursan. Davamı üçün izləmədə qal.